Siqaret çəkmək ikinci tip şəkərli diabet xəstələr üçün çox təhlükəlidir. Nikotin damar divarları zədələyir, onları daraldır və bu, ürək xəstəliklərin və aşağı ətraflarda olan qan dövranının problemlərinin riskini artırır. Siqaret həmçinin gözlərin və böyrəklərin xırda damarları zədələyərək retinopatiyanın və nefropatiyanın daha tez inkişaf etməsinə səbəb olur. Nəticədə görmənin zəifləməsi və böyrək funksiyasının aşağı düşməsi ehtimalı artır. Diabet fonunda siqaret çəkənlərdə ayaqlarda olan trafik yaralar daha ağır keçir və amputasiya riski əhəmiyyətli dərəcədə yüksəlir. Ən önəmlisi, siqaret tərgid etmək proqnozu yaxşılaşdırır. Ürək damar fəsadlarının və miokard infarktının ehtimalı azaldır. Siqaretdən imtina etmək sağlamlığı və həyat keyfiyyətinizi qorumaq üçün mütləq addımdır.